Azərbaycanda vətənpərvər yeniliyə imza atan MMC, evin tək övladı Şəhid Elməddin Hüseynzadə Fərmanoğlu adına General Perspektiv Akademi MMC kompüter və mühasibatlıq kurslarının 7 dekabr 2025-ci il tarixində Şirvanlı kəndində yeni möhtəşəm filialı istifadəyə verildi. Şirvanlı filialına əslən Xocalıdan olan, Şirvanlıda doğulub boya başa çatan Şəhid Əlizamin Ramazanlının adı verildi. Tədbirdə Qarabağ əlilləri, şəhidlər və müharibə veteranları ilə İş İctimai Birliyinin sədri Etibar Hüseynova, şəhid anaları, rəsmi qurumların nümayəndələri və kənd nümayəndələri iştirak etdilər. Şəhidlərimizin adının kompüter və mühasibatlıq kurslarına verilməsi ilk oldu. Bu ənənənin əsasını qoyduq və davam etdirəcəyik, inşallah Allahın köməyi ilə. Hər yerdə şəhidlərimizin adına tədris müəssisələri fəaliyyət göstərəcək inşallah. Bütün şəhidlərimizin ruhu şad olsun. General Perspektiv Akademi MMC kompüter və mühasibatlıq kursları, peşəkar təhsil, 15 illik təcrübə və sosial layihələrdə aktiv fəaliyyəti ilə seçilən kompüter və mühasibatlıq sahəsində yüksək standartlara cavab verən rəqəmsal tədris mərkəzidir. General Akademi, Microsoft Office və peşəkar mühasibatlıq sahəsi üzrə ixtisaslaşmış, həm ənənəvi, həm də onlayn təhsil təklif edən geniş miqyaslı tədris mərkəzidir. Tədris istiqamətləri Microsoft Office, Word, Excel, PowerPoint proqramları, Excel funksiyalarının öyrədilməsi, mühasibatlıq və vergi uçotu, əmas, insan resursları, qrafik dizayn, Photoshop, CorelDRAW, xarici işlər, peşəkar sertifikat və diplom, abituriyent hazırlığı, dövlət qulluğu, MİQ, peşəkar CV hazırlanmasına dəstək xidməti, könüllü proqramları, ekskursiyalar, işə qəbul üzrə sürətli hazırlıq, sürətli yazı praktikasının formalaşdırılması, rəqəmsal və yaradıcılıq bacarıqları, poliqrafiya üzrə real praktiki bacarıqlar, intellektual və rəqəmsal bacarıqları təbliğ edən kurs General Perspektiv Akademidir. Yalnız General Perspektiv Akademidə həm də tələbələrin intellektual düşüncə tərzinin, rəqəmsal bacarıqlarının, təhlil qabiliyyətlərinin, praktik iş vərdişlərinin inkişafına yönəlmiş tədris mərkəzidir. General Akademi Tədris Mərkəzi gənclərdə vətənpərvərlik ruhunun inkişafına xüsusi önəm verir. Şəhid anaları ilə mütəmadi görüşlər keçirir. General Perspektiv Akademi həm də inklüziv təhsil modelini tətbiq edən nadir regional tədris mərkəzlərindəndir. Əsas məqsəd bacarıq və peşə öyrənmək istəyən heç bir şəxsin çətinlik səbəbindən geridə qalmamasıdır. Bu çərçivədə inklüziv təhsil hər kəs üçün bərabər imkan, əlilliyi və ya sağlamlıq imkanları məhdud şəxslər üçün fərdi müəllim dəstəyi, xüsusi adaptasiya olunmuş dərs metodikası, fərdi tədris qrafikası, rahat mühitin təmin edilməsi təqdim olunur. Şəhid və qazi ailələrinə aid layihə, şəhid adını daşıyan bir akademiya olaraq bu sahədə xüsusi missiya var. Şəhid ailələri üçün bütün tədris tamamilə ödənişsizdir. Qazi övladları üçün geniş, güzəştli təhsil imkanlarımız mövcuddur. Şəhid anaları ilə mütəmadi görüşlər və vətənpərvərlik mövzularında maarifləndirmə proqramları keçirilir. Bu fəaliyyət General Perspektiv Akademi MMC-nin yalnız tədris mərkəzi deyil, həm də sosial dəstək və inkişaf platforması olduğunu göstərir. Peşə hazırlığı və işlə təlimat üstünlüyü. Tələbələr real iş prosesinə uyğun praktik tapşırıqlarla hazırlıq keçir. Mühasibatlıq və ofis proqramları üzrə işə qəbul imtahanlarına hazırlıq keçirilir. Uğurlu tələbələr əməkdaş şirkətlərə işə yönəldilməsinə dəstək verir. Regional filialların açılması. General Perspektiv Akademi ölkənin müxtəlif bölgələrində təhsil imkanlarını genişləndirmək üçün yerli icra nümayəndələri, ictimai birliklər və gənclər təşkilatları ilə görüşür. Tələbatlar analizləri aparılır. Müəllim heyətini formalaşdırır. Üstünlükləri. Azərbaycanda ilk dəfə bəy və xanım tələbələr üçün ayrı qruplar, bacarıqlı müəllim heyəti, hər bir tələbəyə fərdi yanaşma, təcrübə və işə hazırlıq proqramı, intellektual yarışlar, testlər, praktiki dərslər. General Akademiyada layihələr və əməkdaşlıqlar prinsipi əsasında qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən yarış tələbələrin həm intellektual, həm də sosial bacarıqlarının inkişafına böyük töhfə verir. Akademiyanın dəyərləri.
General Akademiya fəaliyyətində aşağıdakı prinsipləri əsas tutur: məsuliyyətli və vicdanlı təhsil, sosial inklüzivlik və bərabər imkanlar, vətənpərvərlik və gənclərin milli düşüncə ilə yetişdirilməsi, peşəkarlıq və yüksək keyfiyyət, cəmiyyətə fayda və davamlı inkişaf. Gələcəyinizi peşəkar biliklərlə qurun. Şəhid Elməddin Hüseynzadə adına General Perspektiv Akademi MMC-dən ən uğurlu yollar keçir.